2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur. Bu sözləri trendə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. Qeyd edək ki, hazırda müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır. Bizim 600-dən yuxarı hakimimiz var. Məhkəmə qərarlarını icra edir. Statistikanın bizə verdiyi məlumata görə bizdə ildə 13 min adam boşanır. Demək olar ki, bir hakim gündə 7 boşanmaya baxır. Bunu Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. Ona görə də hesab edirəm ki, hakimlərin sayı artırılmalıdır. Məhkəmə Hüquq Şurası bəlkə də imtahanları yüngülləşdirməlidir ki, hakimlərin sayı çoxalsın ki, qərarların qəbul olunmasında vətəndaşlarımız əziyyət çəkməsin və düzgün olaraq qərarlar qəbul olsun deyə deputat bildirib. Spiker Sahibə Qafarova isə bildirib ki, bu imtahanları sadələşdirmək olmaz.